Əziz tamaşaçılar, bildiyiniz kimi Irkutskdəyik. Samədlinin axtarışı ilə bağlı biz bura gəlmişik. Samədli 1975-ci ildə Irkutskaya gəlir. Elə o vaxtdan da ailəsi ilə bütün əlaqələri bitir. Mən özüm 15 ildir buradayım. Yəni 15 ildir mən o adamı tanıyıram. Getdiniz mi onun arxasınca? Hansı şəhərə getdiniz, axtardınız mı? Bu ilə Irkutskdan 1000 kilometrdir o yaşayan şəhər. O yaşadığı şəhər. 1000 kilometr. Yox? Zar belə danışdı ki, sonra 15-20 il öncə, 15 il öncə onun ayağının don vurulduğunu dedi. Burada Azərbaycanlılar danışdı. Çoxumuz yəni kömək eləmək istədik. Ya illər sonra mən getdim filan şəhərdə, onu filan yataqxanada tapdım. Ələddin müəllim, ən son onu sona qədər, kənddən çıxana qədər siz yola saldısa? Bu BAM deyilən çıxdı, BAM, Azərbaycan axşıdır, cavanlar hamısı BAM-a gedir ki, işləməyə, pul qazanmağa. Bu da qoşuldu, onlara getdi. Neçənci dəfə o 76 o Moskva söhbətindən sonra yenə zəng elədi? Bu yaxınlarda eləyibdi. İlləri dəyişik salırsınız. Bəlkə bu 1975-ci il olub. Bu yaxınlarda eləyibdi. Sonuncu zəngi 1975-ci ildə sizə gəlib. O hadisənin zəngin üstündən isə 39 il keçibdir. Bu axır zamanlarda telegrama gəldi ki, qardaş ağrıyıram, gəl mənə apar, beləcənə. O da imkan yoxdur, qəmək olur. Baxırıq Azərbaycanlıdır, dəvət eləyir, gəl çörək yeyir, çay yeyir. Birdən gəlir, birdən gəlmir. Yəni, çox gedə bilmir, ayaqları şikəst kimidir, gərək qolundan tutub aparasan. Çox çətin yeri. Yəni bu daimi burada oturur, yoxsa elə... Daha tez-tez olur da, tez-tez oturur. Belə demək olar həmişə. Necə yaşayır, necə baxır. Mənim üçün çox maraqlıdır ki, bax o necə dolanır. Otağı var idi, satıbdır. Ondan sonra pensiyası da kəsilib. Bax, belə qalıb indi buralarda. Eşitdiyimə görə 40 ilə yaxındır, bəlkə də 40 ildir buradadır. Özü ayaqları şikəstdir, gəzə bilmir. Pensiya alırdı, indi nə isə deyir, onu da deyirsən, almır. Mənim bildiyimə görə çox ağır vəziyyətdə yaşayırsınız burada. Mən ağır vəziyyətdə yaşamıram. Mənim pensiyam da var. Durun, zəhmət olmasa, çətinlik nə də olsa, kömək edin. Yox, gedə bilmir. Gəl. Ay, yaxşı qısaldı. O kişini xərəkdə gətirir. Durursa şey orada, durması deyil. Bağlayasan. Danışdıracaq. Bağlı da ayaqlar. Su örtərsin üstünü. İnanın ki, istəməzdim onu bu şəkildə. İnanın ki, istəməzdim ki, bu şəkildə sizin qarşınıza çıxardım. İstəməzdim. Qabılımızdır, nə şəkildə çıxsa. Sana qardaş. Sən gedəndə nə gündəydin, indi nə gündəsin. Tamaşaçını söyleyin. Oy, ölüm ay qardaş. Buraxmayın. Sənə qurban olum ay qardaş. Sənə qurban olum ay qardaş. Ölüm ay qardaş. Ay Səməddin. Ay Səməddin. Qadan balan ürəyim, nədə? Kör olaydım ay qardaş. Ay qardaş. Ölüm elə. Çox təəssüf gəziz tamaşaçılar. Onu İrkutskdən Azərbaycana bax bu şəkildə gətirdik. Siz orada nə edirsiniz? Çox təəssüf ki, o sonuncu addımlarını belə ata bilmədi. Saməddin, eşidirsən məni? Gözlərindən axan yaşa bax. Ölüm ay qardaş, ağlama. Allah kimsəyə, heç bir anaya, heç bir bacıya 41 ildən sonra belə bir anı yaşatmasın. Amma buna da şükür etmək lazımdır. O sağ və salamat. Sağdır mənə bəs. Sağdır bəs. Qadan mənim, xəstədən sənə. Sana qurban olum.
Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir, çünki mən o görüntüləri görməmişəm. Siz də onu mənə göstərmədən o görüntüləri, məndən münasibət istəməniz də heç mənə görə düzgün deyil. Amma bütün hallarda istəyirəm ki, biləsiniz ki, mən o televiziyada, yəni ATV-də çalışdığım dönəmdə yalnız və yalnız nə iş görmüşəmsə, hansı addımlar atmışamsa, hansı süjetlər hazırlanıbsa, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm. Digər tərəfdən, bilirsiniz ki, mən gedərkən heç bir arxiv materiallarını götürməmişdim. Onun televiziyanın rəhbərliyində qalmışdı və mən açıq deyim ki, mən gedərkən hətta bu barədə mətbuatda da danışmışdım ki, mən məlumatlar alırdım ki, orada şantaj xarakterli nələrsə hazırlanır. Yəni indi mən bilmirəm ki, kim nəyi nəyin arxasına düzüb, qoşub, düzəldib, nəsə orada göstərir, onu mən deyə bilmərəm. Amma istənilən halda nəyi düzsələr də, nəyi qoşsalar da, nəyi belə deyək, şantaj xarakterli nəsə hazırlasalar da, televiziyada efirə gedən heç bir materialı öz başıma mən efirə verə bilmərəm. Rəhbərlik hansı göstərişləri veribsə, rəhbərliyin və televiziyanın tələblərinə uyğun fəaliyyət göstərmişəm və məlumunuz olsun ki, mənim üçün artıq ATV dönəmi bitibdir. Yəni mən bitmiş bir dönəm haqqında heç nə danışmıram. Həmən zaman nə oldu, nə olmadı, nələr oldu, bunlar hamısı keçdi, arxada qaldı. Məcburam ki, bu cavabı verim sizə ki, biləsiniz ki, heç bir halda televiziyada icazəsiz belə deyək, hansısa bir kadr efirə gedə bilməz. Vüqar müəllimdir danışan. Eşidirəm, bəli, buyurun. Sizi Meydan TV-nin əməkdaşıdır narahat edən. Deməli bizim əlimizdə 2014-cü ildə sizin Onu